آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Sahihətü Zurara el-Ula. Bəhsimiz istishabın dəlillərindəydi. Qeyd elədik ki, son dövrün alimlərindən, son dövrün mütəəxxirinlərdən Şeyx Bəhaüddin Amilinin atası Şeyx Hüseyin ibn Abdüssəməd Rıdvanullahi aleyh ilk dəfə olaraq Şiə fəqihləri içində istishab üçün dəlilləri rivayətlərdən toplayıb. Və ondan sonra gələn üsulçular, fəqihlər onun gətirdiyi istidlalları daha da təkmilləşdiriblər. Yaxşı, hansı rivayətlərdən istishabı sübut eləməyə çalışıblar, istishabı sübut eləmək üçün hansı dəlillərdən istifadə ediblər? Deyir ki, bir neçə rivayətdir. Birincisi və ən məşhuru Zürarənin səhihəsidir. Zürarənin 2 ya 3 dənə səhihəsindən istifadə edirlər. Ona görə deyirlər, Səhiyyət-ü Zurarə əl-Ula, əl-Thaniyə, əl-Thalitə. Bu birincisidir. Səhiyyət-ü Zurarə əl-Ula, Zürarənin birinci səhihəsi. Yəni, sənəd baxımından rivayətin heç bir problemi yoxdur. Rəvə Şeyh-ü Tusi bi isnadihi anil Hüseyin ibn Səid. Ən Həmmad, ən Həriz. Şeyx Tusinin Hüseyin ibn Səidə qədər olan yolu mötəbər yoldur, heç problem yoxdur. Hüseyin ibn Səid Əzilladandır, ən nəhəng ravilərdəndir, çox mötəbər ravidir. Həmmaddakı yenə siqədir, heç problemi yoxdur. Həriz heç problemi yoxdur. Zürarədəki Zürarədir. Demək, onun hədisin sənədində heç bir problem yoxdur. Ona görə də demək olar ki, bütün müştəhidlərin yanında, əksər müştəhidlərin yanında istisna mümkündür, 1-2 nəfərə çıxmaq olar. Qalan bütün müştəhidlərin yanında rivayət səhih rivayətdir. Qal, qultu ləhu, ər-rəculu yanam və huvə alə vudu. Deyir ki, İmam əleyhissalamdan sual etdim, soruşdum, bir kişi dəstəmazlıydı, birdən yuxu tutdu, yatdı bunu. Gözü yumuldu elə bil. Ətucibul xəfqətu vəl-xəfqətan əleyhil vudu. 1-2 dəfə mürgüləyib belə başın belə eləmək, xəfqə belə başın aşağı belə, insanın göz yumulanda başı düşür belə aşağı, ona xəfqə deyir. 1-2 dəfə belə mürgüləyib başın vurmaq belə, ona dəstəmazı vacib edər, yəni onun dəstəmazı batil ki, təzdən dəstəmaz alsın. Fəqal, ya Zürarə, Həzrət buyurdu ki, ey Zürarə, qəd tənamul əyn və la yanamul qəlb. Dedi, heç də gözün yatmağı, qəlbin yatmağı deyil, bəzi hallarda göz yatar, amma hələ qəlb yatmaz, vəl-uzun və qulaq yatmaz. Göz yatar, yəni göz yumular, amma qulaq bəzi şeyləri eşidir və qəlbdən də məqsəd beyində, yəni beyində düşünür hələ. فَإِذَا نَامَتِ الْعَيْنِ وَالْاُذُنْ وَالْقَلْبِ وَجَبَ الْوُضُوء. Əgər göz də yatdı, qulaq da yatdı, qəlb də yatdı, yəni artıq nə göz görür, nə qulaq eşidir, nə də ki, qəlb düşünür, yəni beyində düşünmür, وَجَبَ الْوُضُوء, onda dəstəmaz vacibdir. Qultu, Zürarə o ravilərdəndir ki, fəqihdir, yəni hər balaca payla kifayətdən bir istəyir ki, Həzrətdən biraz da daha çox elm əxz eləsin. İstəyir məsələni biraz da dərinləşdirsin. Qultu fəin hurrikə alə cəmbi şeyun və ləm ya'ləm bihi. Yaxşı, ağa birdən ətrafında nəsə qoydular, götürdülər, nəsə bir şey apardılar, gətirdilər. Ətrafında gedən proseslərdən xəbəri olmadı. Fəin hurrikə alə cəmbi şeyun və ləm ya'ləm bihi. Ətrafında gedən o hadisələrdən xəbəri olmadı. Nəsə götürdülər, qoyurdular, apardılar, gətirirdilər. Xəbəri olmadı. Yenə də dəstəmazı batil olmaz. Qalə la. Həzrət buyurdu, yox, yenə dəstəmaz batil deyil. Hətta yəstəyiqinə ənəhu qədnamə. Ta ki, yəqin bilsin ki, yatmışdı. Nə qədər ki, yatmağın yəqin bilmirsə, dəstəmazı yerindədir. Hətta yəciə min zalikə əmrun bəyyin. Ta ki, bu barədə, yəni yatmağı barədə aşkar, vazih bir dəlil olsun əlindəki yatmışdım. Yəni, hətta yəciə min zalikə, yəni min nəvmihilləzi la yəsmə uzunuh və la yərə eynuh və la yüfəkkir qəlbuh. Yəni, bu yuxarıda dediyimdən bir qəti dəlil əldə eləməyənə qədər yatmağını hökm eləmək olmaz. Və illa
Çünki niyə əksi bu cürdə fə innehu ala yaqinin min vudu'ihi. Çünki o yəqin bilirdi ki, dəst namaz halındaydı. Və la tenqudil yaqine əbədən bişşək. Heç zaman yəqinini şəkkinlə sındırma. Və la tenqudil yaqine, yəqinini sındırma əbədən heç zaman bişşək, şəklə. Və innəma tenquduhu bi yaqinin axər. Bəlkə o yəqinini başqa bir yəqininlə sındır. Yəni, əgərsə hər hansı bir məsələdə yəqinin var idi, sonra şəkk elədinsə, o şəkkinə məhəl qoyma, denən yəqinim yerindədir. Yəni, istishab elə də müasir dinlən desək. Amma əgər yəqin hasil etsən ki, o aradan gedib, onda sonraki yəqinə əməl edə və innəmə tənquduhu bi yəqinin axər, başqa bir yəqinlə sındır. Yəni, məsələn deyək, yəqin bilirdin ki, səhər dəst namaz almırsan, indi gəldin günorta vaxtı namaz qılmağa, şəkk elədin, görəsən, dəst namazın pozulub ya pozulmayıb, deyəcəksən pozulmayıb. İndi oturdun, fikirləşdin, yəqinə çatdın ki, həmən saat məsələn deyək, 11-də ayaq yoluna getmişdim. Yəqin bildin artıq orada onda. Bu yəqindən əvvəlki yəqini sındırırsan. Bəli, yəqini yəqindən sındırmaq olar, amma yəqini şəklə sındırma. Çünki şək yəqini sındıra bilməz. Vəchul dəlalə. Dəlalətin vəcihi, necə dəlalət edilməsi. Ennəl mavrid və in kana huvel vudu. Deyir ki, düzdür, bu rivayətin movridi dəst namazdan danışır. Yəni, Zürarə dəst namazın batil olub olmamağından söhbət açırdı. Məsəxı, biz istisabı hər şeyə tətbiq eləyirik. Deyir, istisab hər yerdə keçərlidir. Namazda da, orucda da, xumsda da, zəkatda da, hər şeydə. Necə görəsən biz eləyə bildik dəst namaz hədisindən keçək, başqa mavridlərə də, başqa hökmlərə də tətbiq eləyək. Ennel mavrid və in kana huvel vudu. Baxmayaraq ki, mavrid, dəst namazın mavridinin mövzu, dəst namaz mövzusudur. Lakinnə qavləhu aleyhi əfdalus salatu vəssalam və la tenqudil yəqin əbədən bişşək ilə axirihi. Amma Həzrətin bu kəlamı ki, heç zaman yəqinini şəklə sındırma, bu ilə axirihi, ta hədisin axırına qədər, zahirun, bu cümlənin bu cür quruluşu, zuhuru vardı. Yəni, dəlalət eləyir ki, ənəhu qaziyyətun kulliyə. Bu bir ümumi qaydadır. Ümumi qaydadır. Tubbiqət alə mavridil vudu. Həzrət onu xüsusi olaraq dəst namaza tətbiq eləyib. Yəni, ümumi qaydanı gətirib, dəst namaz barəsində tətbiq eləyib. Fəla fərqə beynə şəkki fil vudu və qeyrihi. Fərqi yoxdur. İstər dəst namazda şəkk eləyəsən, qusulda şəkk eləyəsən, namazda şəkk eləyəsən. Yəni, İmam əleyhissalam demək istəyir ki, hər hansı bir şeydə yəqinin var idi, sonra şəkk elədin. Görəsən, həmən o yəqinin olan şey aradan gedib getməyib, deyəcəksən getməyib. Və innəllâmə fi qavlihi əl-yəqin lamul cins ləl-əhd. İki, la tenqudil yəqinə əbədən bir şəkdə ki, Həzrət əl-yəqinin başına, yəqin sözünün başına əlif-lam gətiribdir. O yəqin lamul cinsdir, yəni cinsul yəqin, yəni heç bir yəqinini heç bir şəkkinlə sındırma. Əhdiyyə deyil ki, yuxarıda gedən xüsusi olaraq dəst namazdan danışsın. Əgər əhdiyyə olsaydı, əlif-lam orada əhdiyyə olsaydı, onda ancaq dəst namaza aid olacaqdı. Amma əlif-lam cins üçün olduğu üçün, əlif-lam cinsi olduğu üçün, lamul cins olduğu üçün onda bütün yəqinlər və bütün şəkillərdən danışır. Yəni, heç bir yəqinini heç bir şəkillə sındırma. İstər o yəqin dəst namazda olsun, qusulda olsun, murdar təmizdə olsun, namazda olsun, cihadda olsun, heyiz babında olsun, nə bilim deyək, diyatda olsun, kəffarədə olsun, hər nədə olur olsun. Hansı bir babda yəqinin var idisə, sonradan şəkk gəldisə, o yəqinini şəkkinlə sındırma. Və yədullukə alə haza, deyir ki, birdən mənə deyərsən, hardan deyirsən ki, əl-yəqinin əvvəlindəki əlif-lam əhd üçün gəlməyib, cins üçün gəlib. Və yədullukə alə haza, bu dediyim məsələyə səni yol göstərir. Ənə tə'lil bi əmrin irtikazi. Çünki Həzrət irtikaz, yəni zehinlərə hopmuş, zehinlərdə özünə yer etmiş bir ümumbəşəri bir, sanki bir qanuna işarə eləyir. Və huvə ədəmu nəqzi mutləqil yəqin bir şək, la xüsusil yəqinə bil vudu. Deyir ki, əbədən sözü ki, Həzrət dalaycan gətiribdir, əbədən. Sanki zehinlərdə olan bir ümumi insan zehninə hopmuş qaydaya işarə eləyir. Bir əmrin irtikazi zehinlərə hopmuş. Və huvə ədəmu nəqzi mutləqil yəqin bir şək. Mütləq şəkildə yəqin şəkilə sındırılmaz. La xüsusil yəqin bil vudu. Nəinki deyək xüsusi olaraq
dəstəmazda olan yəqini sındırma. Yox, hər hansı bir şeydə yəqinin varsa, onu şəkkilinə sındırma. Bu oldu birinci hədisimiz. İkinci dəlilimiz, təbii ki, bunların barəsində geniş bəhslər olacaq qabaqki kitablarda Allah ömür verərsə, nəsib olarsa. Bunun ikincisi var, üçüncüsü var. Bəzi xaricdə mümkündür bu rivayətin üstündə müştehidlər mümkündür. Nə qədər deyim? Bəlkə də yalan olmasın. 2 ay, 3 ay dayanırlar bir dənə bu rivayətin üstündə. Bunun hər bir sözün araşdırırlar, axtarırlar. Bəli. Səhiyyə-tu Zürarə əth-thaniyə. Zürarənin ikinci səhiyyəsi. Rəva şeyxu fit-təhzib an Zürarə rivayətən mufassalətən təştəmilu alə əs'ilətin və əcvibə. Deyir ki, Şeyx Tusi Rıdvanullahi aleyh Təhzib kitabında Zürarədən müfəssəl bir rivayət nəql edir ki, Zürarə İmam əleyhissalamdan cürbəcür suallar soruşur, İmam da cavab verir müxtəlif mövzularda. Və nəhnu nənqulu məqatiə minha. Həmən o sual-cavabdan bəzi hissələri burada istəyirəm gətirəm. Əsabə thəvbi dəmu ruaf. Ruaf yəni burun qanı. Paltarıma burun qanı dəydi. Yəni burnum qanı töküldü paltarıma. Əv qeyri. Yaxud da dəmu qeyrihi. Yəni mümkündür barmağım qanı tökmən deyil, ruaf olsun. Ruaf yəni burnun qanına deyirlər. Burnumun qanı və yaxud başqa bir qan üstümə dəydi. Əv şeyun min məni. Yaxud da ki bir sperma mənidəydi. Fəəlləmtu əsərəhu. Yerin işarə elədim ki, hara dəymişdi, qanıdır ya spermaydı. İlə ən usibə ləhul ma. İşarə elədim ki, harada su tapsam, onda yuyaram. Fəəsabtu və hadarətis salat. Su tapdım və namaz vaxtı gəldi. Amma və nəsitu ənə bithəvbi şeyən. Amma yadımdan çıxdı ki, paltarımda murdar vardı və səlləytu və namazı qıldım. Thumma inni zəkertu ba'də zalik. Sonradan yadıma düşdü ki, eyvah, mən üstümdə paltarımda murdar ola namaz qılmışam. Neyniyim? Qalə aleyhissalam tu'idu salata və təğsiluhu. Həm namazını təzələyəcəksən, həm də paltarını yuyacaqsan. Qultu fə inni ləm əkun rəəytu mavdi'ahu və alimtu ənəhu qəd əsabəhu. Fətalabtuhu fələm əqdir aleyhi fələmmə sallaytu vəcədtuh. Yaxşı, birdən ikinci sual. Deyir ki, hara dəydiyin görmədim. Məsələn, yanımdan deyir, məsələn, bir nəfər yanımda toyuq başı kəsirdi. Bildim sıçradı üstümə. Ha, baxdım, görə bilmədim, hara dəymişdi. Ləm əkun rəəytu mavdi'ahu. Qan dəyən yeri görmədim. Və alimtu ənəhu qəd əsabəhu. Amma 100% bildim ki, üstümə sıçradı o qandan. Amma yerini tapa bilmədim. Fərz elə deyək ki, qırmızı paltar vardı bir nəfərin əlində, qara paltar var idi. Qan sıçradı, ha, baxdım, görə bilmədim. Fətalabtuhu fələm əqdir aleyhi. Ha, baxdım o tərəf bu tərəfə, yerin təyin elə bilmədim ki, hara dəydi o qan. Fələmmə sallaytu vəcədtuh. Elə ki, namazı qıldım, qutardım, sonradan tapdım ki, hara dəymişmiş o qan. Qal təğsiluhu və tu'id. Həzrət yenə də hökm elədi ki, həmən paltarını yuyacaqsan və namazını təzədən qılacaqsan. Qultu fəin zanəntu ənəhu qəd əsabəhu və ləm ətəyəqqən zalik. Yaxşı, üçüncü variantda. Belə güman elədim ki, o qan sıçradı üstümə, ya o sperma, ya hər hansı sidik, hər hansı bir murdarda üstümə dəydi. Zənn elədim, güman elədim. Və ləm ətəyəqqən zalik, amma yəqinə çata bilmədim. Fənəzartu fələm ərə şeyən. Baxdım, bir şey görə bilmədim. Thumma sallaytu fərəytu fih. Sonra namazı qıldım. Namazı qılıb qutarandan sonra gördüm elə cumanım yerindəymiş. Doğrudan da üstümə sıçramışmış o qandan, ya o sidikdən, ya hər hansı şeydən. Qal təğsiluhu və la tu'idus salat. Paltarını yuyacaqsan, çünki qan dəyib bura. Amma namazını təzələməyə ehtiyac yoxdur. Qultu limə zalik. Zürarədir bu, elə belə ravi deyil. Əl çəkmir imamdan. Dedim, ağa, niyə görə? Niyə görə yuxarıdakı iki variantda birində qan dəydi və yerində gördüm, işarə də vurdum, sonradan unutdum, itirdim yerin. İkincisində bildim, qan düşdü, yerini tapa bilmədim. Bu ikisində dedin, həm namazı təzələyəcəksən, həm paltarı yuyacaqsan. Amma bu məsələyə gəlincə isə ki, güman elədim ki, qan sıçradı, amma tapa bilmədim, sonradan gördüm, deyirsən ki, paltarını yu, amma namazı təzələmə. Niyədir? Sirri nədir?
Qultu limə zalik? Niyə görə bu cür hökm elədin? Qal, Həzrət buyurdu, liənnəkə kuntə alə yəqinin min taharətikə thümmə şəkəkdə. Çünki sən paçlığına, təharətinə yəqinin var idi, sonra şəkk etdin. Fələysə yənbəği ləkə ən tənqudal yəqinə bişşəkki əbədən. Fələysə yənbəğin, yaraşmaz, yeri, yəni, layiq deyil ki, sənin üçün yəqinini şəkkinlə sındırasan əbədən heç zaman. Heç bir zamanda sənə yaraşmaz, layiq deyil ki, yəqini şəkkinlə sındırasan. Yəqinin varsa, sonradan şəkkin gəlib, o şəkkinlə yəqini sındırma. Fələysə yənbəğilək, sənin üçün layiq deyil, yaraşmaz ki, ən tənqudal yəqinə bir şəkki əbədən heç zaman yəqini şəklə sındırma. Deməli, yuxarıdakı birinci, ikinci suallarda yəqini vardı, sonra da yəqinlə tapdı. Amma əvvəlcədən yəqini yoxdur. Üçüncü variantda güman eləyirdi, ehtimal eləyirdi. Yəni, sən yəqin bilirdin ki, təharətin var. Yəni, həmən o şübhə gəlməmişdən qabaq, paltarı, məsələn, yanında heyvan başı kəsirdilər, qoyun başı kəsirdilər, ya toyuq başı kəsirdilər. Ehtimal elədin ki, üstə qan sıçradı. Nə qədər ki, o qan sıçramaq ehtimalı yox idi, sənin yəqinin vardı ki, üst başın, paltarın təmizdir. İndi namaza girəndə şəkk eləyəsən, görəsən oradan bir şey sıçrayıb, sıçramayıb. O, yəqinini çəkdin, gətirdin iki vaxtda, əvvəlki yəqin deyəcəksən, hələ də mənim paltarım paçdır, paç paltarına namaz qılmısan. Bəli, sonradan görmüsən ki, qan var imiş, artıq o namazdan sonraki o gördüyün qan zərər gətirməsin ki, sən özünü paç bilmirsən, paç görmüsən və murdarlanmağa da yəqinin olmayıb, ona görə o yəqini çəkib gətirmirsən namazın əvvəlki halətinə, yəni namazın başlanğıcına, o yəqininlə də, yəni istisab edib qoyduğun yəqinlə də namazı bitirmirsən, sonradan görmüsən, sonradan gördün, elə bil ki, sonradan qan dəyib, o hökmdədir. Yəni o namazı təzələməyə ehtiyac yoxdur. Amma paltar ki, bundadır, onu yuyacaqsan. Vəchul istidlal yurəkkizur ravi fi sualihi thalith alə ənəhu zannə qəbləd-duxul fis-salat. Ravi, yəni Zürarə, sualın 3-cü bölümündə, 3-cü fəqərəsində təkid edir, yəni bu nöqtə üstünlük verir, bu nöqtənin üzərində tərkiz edir ki, zənni vardı, gümanı vardı. Namaza daxil olmuşdan qabaq yəqini yoxdur, gümanı var idi. Bir isabəti davm bi thawbihi, ehtimalleri ki, paltarına qan dəyibdi. Və lakin ləm yətəyəqqən zalikə, amma yəqinə çatmamışdı. Fənəzərə fələm yerə şeyəm, gəzdi də, axtardı, bir şey tapa bilmədi. Fəsalla, namazın bu cür qıldı. Fələmma fərəqə ənha rəəddəm, elə ki, namazdan ayrıldı, ondan sonra qanı gördü. Əlləzi zannə bihi qabləs-salat, hansı ki, onu ehtimal eləyir ki, namazdan qabaq dəymiş olardı və gördü elə həmən düz bilmişmiş, ondan belə də, yəni o gümanı yerindəymiş, o şübhələndiyi qan dəymişmiş. Fəəcəbə İmam əleyhissalam bi ənəhu yəğsilu thawbəhu lis-salavatil-uxra. İmam hökm eləyir ki, yəni sonraki namazlar üçün yu təmiz, yəni o paltarına namaz qılma. Və lakin la yu'idu ma salla, amma qıldığı namazı təzələməyə ehtiyac yoxdur. Fəsəələ ravi ən səbəbihi mə ənəhu səlla fi thawbin nəcis. Ravi soruşur, səbəbin anlamağa çalışır ki, murdar paltarda namaz qıldığı halda ki, namazdan qabaq paltar murdarmış və murdar paltarda namaz qılıbdı. Niyə görə o namaz düz oldu, düz sayıldı? Kəs surəteyni uləyeyn, hansı ki, ondan qabaqki iki surədə də murdar paltarda namaz qılmışdı. Birinci, ikinci surədə də paltarı murdar imiş, üçdə də. Birdə və ikidə namazın təzədən qılınmağına hökm elədiniz, amma üçdə hökm eləmədiniz. Niyə? Fəəcabə aleyhissalam bi vücudil fərq. Həzrət mühüm bir fərqi önə çəkdi ki, dedi, fərq burasındadır. Və huvə ilmuhu sabiq bi nəcasəti thawbi fis surəteyn. Çünki birinci və ikinci halətdə paltarında nəcis olmağına elmi və yəqini var idi. Fədəxələ fis-salat bila musavviğin şər'i. Namaza daxil olanda, namaza daxil olmaq üçün bir üzrü yox idi. Yəni ona üzr verəcək bir səbəbi, amili yox idi. Sən mundar paltarı necə namaz qılırsan? Və şəkku fiha ba'dəl izam bi təharətihi fis-surəti thalisə. Amma üçüncü halətdə isə təharətdən sonra şəkki var. Yəni əvvəl bilirdi paltar təmizdir. Sonra diyor, heyvan başı kəsilən yerdən keçəndə hiss elədi ki, üstümə nəsə bir şey sıçradı. Amma yəqin bilmədi, ha baxdı bir şey görə bilmədi. Yəqini vardı təharətə, sonra şəkki oldu ki, o təharət ortadan qalxıb-qalxmayıb, istishab elədi, çəkdi, dedi ki, yox, hələ də o təharət qalır. Fədəxələ fiha, namaza daxil oldu bi mücavvizin şər'i bir icazə verən amillə. Çünki şəriət özü buyurubdu ki,
yəqinin varsa, sonradan həmən yəqin etdiyin şeydə şəkkə düşərsənsə, o yəqinini çək gətirin iki haləti, o şəkkinə məhəl qoyma. Bu da həmən şəkkinə məhəl qoymadı və namazın qıldı. Yəni şəriətin ona verdiyi icazə əsasında namaza daxil oldu. Birinci və ikinci halətdə şəriət ona icazə verməmişdi namaza daxil olmağa. Çünki üstündə qanun olduğunu bilirdi. Üstündə isə şəriət deyir ki, indiki ehtimal edirsən, yəqinin yoxdur, icazə verirəm namaza daxil olmağa. Şəriətin icazəsi olduğu üçün, mücəvviz şəri olduğu üçün namazı düzdür. فَدَخَلَ فِيهَا يَنْ فِي الصَّلَاةِ بِمُجَوِّزٍ شَرْعِ şəri mücəvvizlə daxil olub. Və huve ədəmu nəqzil yəqin bit-tahara. Yəqinin, yəni təharət olan yəqinin nəqz etməmək icazəsi vardır ki, o təharət olan yəqinini sındırma. Nə ilə sındırma? Bir şəkki fil nəcasə. Nəzasəti olan şəkkinlə təharəti olan yəqinini sındırma. Və minhu yu'ləm, buradan da başa düşürük ki, ənnə zarfəl istishab huvə qubeyləd duxul fiha. Başa düşürük ki, onda istisabın yeri namaza daxil olmuşdan azacıq öncədir. Yəni namazdan bir dəqiqə, yarım dəqiqə qabaq bir anlığa fikirləşdi ki, mənim yəqinim vardı paçılığa. İndi şəkk eləyirəm murdarlanı paltarım ya yox. Yəqinin çəkib gətirir qoyur. Həmən saniyəyə, həmən dəqiqə deyir ki, onda hələ də təharətim qalır və o icazə ilə daxil olur namaza. Thumma innel istishab, innel istishabi dawran faqat fi ihraz as-sughra. Deyir ki, hər bir qiyasın bir suğrası var, bir kubrası vardır. Deyir ki, qiyas adətən yox. Fəqət, adətən yox, həmişə. İstishab həmişə qiyasın, yəni şəkil əvvəlki qururuq, onun suğrasını təşkil eləyir. Kubrasını yox, suğranı bizim üçün təyin eləyir. Yəni, belə deyək. Deyirəm ki, mənim yəqinim vardı, paltarım təmizdir. Sonradan şəkk etdim, şəriət deyir ki, hələ də pak hökmü qoy buna. Sonra kubran deyirəm, hər bir paltar ki, pak hökmündə kullu libasin dahirin yecuzu salat fihi. Deməli, onda istishab mənim üçün suğranı təyin elədi. Kubram isə başqa bir dəlildəndir, başqa bir ayədən, yəni başqa bir hədisdəndir. Thumma inna lil istishab davran faqat fi ihraz as-suğra. İstishabın ifa elədiyi rol həmişə suğradadır. Yəni qiyas şəkil əvvəlki ən muntic qiyasdır ki, adətən şəkil əvvəllə istinbat eləyirik. Şəkil əvvəldə həmişə suğranı, əgər istisabdan dəlil gətirirsə, istishab həmişə qiyasımızın suğrasını təşkil eləyir. Suğranı bizim üçün təyin eləyir. Yəni tahareti thawb. Və yətərəttəb əleyhi əmru şari bi cəvazi salati fih. Deyirəm, əs-thawbu tahirun və kullu thawbi tahir yecuzu salat fih. Onda kullu thawbin tahir yecuzu salat fih artıq o başqa bir dəlildəndir. Və yətərəttəb əleyhi əmru şari bi cəvazi əs-salati fihi. Şarinin əmri ona mütərəttib olur ki, o paltarda namaz qılmaq olar. Və minəl ma'lum ənnə imtithaləl əmri şər'i vaqi'iyyən və minəl ma'lum, ma'lumdur ki, ənnə imtithaləl əmri şər'i vaqi'iyyən kənə və zahiriyyən, deyir ki, məlumdur, yəni şəriətdən bilirik ki, şəri əmri yerinə yetirmək, istər vaqi əmr olsun, istər zahiri əmr olsun, musqitun təklifi insanın boynundan salan şeylərdəndir. Əgər insan hər hansı bir yerdə Mövlanın ya zahiri hökmünə, ya vaqi hökmünə əməl etdirsə, təklif boynundan düşür. Bəli, əgər sonradan başqa bir səbəbə görə, başqa bir səbəbdən, başqa bir dəlillə təzədən məsələ qaydacaqsa boynuna, o başqa bir dəlilə görədir. Əsl budur ki, təklif düşmüşdür. Yəni, deyək ki, məsələn, fərzən belə deyək. Deyək, mən şübhələndim bir suyun paklığından ya murdarlığından, ki, paklı ya murdardı. Dün onu pak görmüşdüm. İstishab elədim onun paklığının, qusl elədim və yox dəstəmaz aldım. Namazı qutarandan sonra ya bir gün sonra ya 5 gün sonra mənə yəqin hasıl oldu, məsələn, deyə xəbər verdilər ki, o su murdarıdır. Həmən vaxt sən dəstəmaz ya qusl istifadə eləyəndə o murdar idi. Burada qayıdıb həmən quslu dəstəmazı təzələyəcəm. Da deyə bilmərəm ki, istishab eləmişdim. Niyə? Çünki başqa bir hədislər, başqa bir dəlillər dəlalət eləyir ki, əgər dəstəmaz və qusul istər bilərəkdən ya bilməyərəkdən hər hansı bir nəcis su ilə alınıbsa, sənin üzrün var idi, yox idi, sən üçün şəhadət vermişlər, nə eləmişlər? Əgər sonradan yəqinə çatdınsa ki, dəstəmazının və qusulun suyu nəcis olubdursa, o dəstəmaz və qusul batildir və onunla qılınan namazlar da batil təzələnməsin. Başqa bir dəlilə görə, əgər o dəlil olmasaydı, heç burada da təzələməzdi. Amma dəlil dəlalət eləyir ki, hər nə səbəbdən olursa olsun,
Əgərsə dəst namazın və ya qusulun suyu nəcis olubsa, o namazlar hamısı batildir. O başqa bir dəlilə görədir. Yəni əslində o namaz sənin boynundan düşmüşdü əgər bu dəlillər olmasaydı. Amma sonrakı dəlil gəldi dedi, yox, düşməyib, hələ də o namazlar sənin boynundadır. Deyir ki, və minəl ma'lum ənə imtithaləl əmri şər'i vaqi'iyyən kan əv zahiriyyən musqitun lit-təklif. Məlumdur ki, şəriətdə şər'i əmri yerinə yetirərsənsə, istər vaqei olsun o əmr, ya zahiri olsun, musqitun lit-təklif, boynunda olan təklifi saqit eləyir. Kəma mərrə fi məbhəzil icza, necə ki, icza bəhsində danışdıq. Üçüncü, hədisul ərbə'məə. 400'lük hədis, belə deyildi. Hədis ərbə'məyə nədir? Əli əleyhissalam səhabələrinə 400 deyə hökmü belə ehtiva edən, içində 400 hökm saxlayan bir müfəssəl hədis buyurubdur. Ki, Həzrət Əmir əleyhissalamdan sanki istədilər ki, məalim-i şəri, yəni şəriətin əsas qayda qanunları bizə izah elə. Həzrət Əmir əleyhissalam da müfəssəl bir hədis buyurdu. Həmən hədisin cümlələrindən biri də ki, istisabın dəlili kimi istifadə eləyiblər. Rəva Əbu Bəsir və Muhammed ibn Muslim ən Əbi Abdillah əleyhissalam ən abay ən əmiril müminin salavatullahi və selamuhu aleyhim əcməin ənəhu qal. Əbu Bəsir də Muhammed ibn Muslim də İmam Sadiq əleyhissalamın böyük səhabələridir. Allah hər ikisindən razı olsun və qiyamətdə bizə şəfaətçi qərar versin. İmamı da İmamın böyük səhabələrindir. Qal mən kana ala yaqinin thumma şəkkə fəlyamdi ala yaqinih. Həzrət buyurdu ki, əgər bir nəfər yəqin üzərindəydi, bir şey yəqini vardı, sonra şəkk elədi. Fəlyamdi ala yaqinih. O yəqinin əsas tutub onun əsasında hərəkət edib getsin. Fə innə şəkkə la yanqudul yaqin. Çünki şək yəqini sındırmaz. Bu da təxminən yuxarıda dediyimiz hədislərin məzmunundadır. Və rivayə salihətun lil istidlal biha ala hüccəti qaidətil yəqin. İzə kana mütəalləqil yəqin və şək vahidən. Zətən və zəmanən. Deyir, düzdür bu rivayət. Yəqin qaydası ki, ötən dərslərdə işarə eləmişdik ki, məsələn deyək, səhər saat 9-da ya 8-də dəst namaz almağa yəqinim vardı, günorta saat 1-də namaz qılmaq istəyirəm. Yəqinim var, dəst namaz almışım. Birdən şəkkə düşdüm. Görəsən mən saat 8-də dəst namaz almışdım və dünənki dəst namazımdır, mən səhv xatırlayıram. Şəkkim qayıtdı, getdi hara? Eyni həmən yəqinin saatına, həmən dəqiqəsinə, həmən saniyəsinə. Sonradan şəkk eləmədim. Şəkkim də yəqinim də eyni zamana qayıtdı. Deyir ki, mümkündür bu rivayət. Qaidətul yəqinin də hüccətinə dəlil olsun. Əgər o halda ki, yəqin və şək zatən və zəmanən eyni bir zamana, eyni bir əşyaya mütəlləq olsalar, onda vahid bir şeyin üzərində zatən və zamanın cəmləşsələr yəqindən şək, onda yəqin qaydasında sübut eləyə bilər. Biyən yəkunə məfaduha, məsələn, məfadı budur ki, mən kanə alə yəqinin min ədaləti zeydin yevmül cüm'a, mən kanə alə yəqinin min ədaləti zeydin yevməl cüm'ati, thümmə şəkkə fi ədalətihi fi nəfsi zəlikəl yevm. Əgər bir şəxs Zeydin cümə günündə ədalətli olmağına yəqini vardı, sonra onun şəkk elədi ədalətində fi nəfsi zəlikəl yevm. Elə həmənki gündə ədalətli olub olmamağına şəkk elədi və bittali şəkkə fi sihhəti talaq əlləzi talləqə indah. Və sonradan onun əsasında verdiyi təlaq barəsində şəklə qaldı. Çünki bilirik ki, təlaq verən şəxsin yanında 2 nəfər ədalətli şahid olmalıdır. Mən cümə günündə təlaq verdim, həmən vaxt Zeydin ədalətli olmağına yəqinim vardı. 2 dənə şahidimdən biri Zeyd idi. Zeydi də ədalətli bilirdim. Və demək təlaqımı düz saymışdım. İndi bir gün keçəndən sonra şəkk elədim, görəsən Zeyd mənim yanımda olan zaman ki mən təlaq verdim, onda ədalətli idi ya yox. Yəni eyni həmən saatda ki onun ədalətli olduğunu bilirdim, eyni həmən saatda ədalətində şəkkdə qaldım. Görəsən həmən vaxt ki təlaq verdim, onda ədalətli idi ya yox. Fi ədaleti fi nəfsi zəlikəl yevm və bittali şəkkə fi sihhəti təlaq əlləzi talləqə indah. Demək onda onun verdiyi təlaqında şəkkdə qalıbdı. Fəlyamdi alə yəqin, onu yəqinnamə eləsin və desin təlaqı düzdür. Kəma hiyə salihətun lil istidlal biha alə hüccətil istishab. Və həmçinin də bu rivayət istishabın da səhihlik qaydasını sübut eləyə bilər. Yəni istishab üzrində hüccət ola bilər dəlil kimi. Haçan? İzə kanə mütəalləqü şək qeyri mütəalləqil yəqin zəmanən. Əgərsə yəqin və yəni mütəyəqqinlə məşkuk zaman baxımından başqa-başqa şeylər olsunlar, yəni zamanlar fərqli olsun. Yəni Zeydin ədalətinə yəqinim vardı cümə günü, 6-cı gün şənbə günü şəkk elədim ki, görəsən Zeydin ədaləti aradan gedib ya getməyib, onda istisab eləyib çəkib gətirə bilərsən 2 vaxtda.
De ki, kəma hiyə salihətun lil istidlal əla hüccətil istishab. İstishabın da hüccət olmağına dəlil ola bilər, hüccət ola bilər. Haçan izə kana mutəalləqu şək qeyrə mutəalləqil yəqin zamanən. Əgər şəkkin mütəalləqi yəqinin mütəalləqindən başqa bir şeydir, zamanən, yəni zaman baxımından fərqlidir. Mütəalləq eyni şeydir, amma zamanları fərqlidir. Fəfil misal, izə əyqənə bi ədaləti yevməl cümə. Əgər cümə günü Zeydin ədalətli olmağına yəqini vardır və şəkkə fi bəqaiha fis-səbt. Amma şəkk elə ki, o ədalət 6-cı günə qədər də şənbəyə qədər qalıb qalmayıb. Fəlyəmdi əla yəqinihi. Onda o yəqinin əsas götürüb onun əsasına hərəkət eləsin, məsələn, liyutalliqa ində, ta ki, həmən o yanında təlaq versin. Lakinnə fil istishabi əzhər li vəcheyn. Bu hədis ki, qeyd elədi Əli Əleyhisselamın Ərbəmiyyə hədisindəndir. Dedi, həm yəqin qaydası üçün dəlil ola bilər, həm də ki, istishab qaydası üçün. Amma de, istishab qaydasına dəlil olmağı daha zahirdir, daha elə bil ki, özün gözəl şəkildə büruzə verir. İnnəs-sihah əs-sabiqə tuşəkkilu qərinətən munfasilətən lə təfsiri hadihir rivayə. Birinci dəlil bundan ibarətdir ki, öndəki 2 ya 3 dənə səhih rivayətlər ki, oxuduq orada, Zürarənin səhiyyələri, onlar qərinə munfəsiləyə dönürlər. Bu rivayət sanki biraz mucməl qalır, şəkk eləyir, görəsən, istishab qaydasından danışır ya yəqin qaydasından. Zürarənin 1-ci və 2-ci hədisin qərinə götürür, amma qərinə müttəsilə deyil, munfəsilə qərinə götürür bu rivayətin izahını vermək üçün. O rivayətlər bu rivayəti izah eləyir, başa düşürük ki, söhbət istishabdan gedir. Tuşəkkilu qərinətən munfasilətən əla təfsiri hadihir rivayə. Bu rivayətin təfsiri üçün qərinə munfəsilə çevirirlər. Fətuhməl ilə ma humilət əleyhi rivayəti sabiqə. Onda bu rivayətdə özündən öncəki rivayətləri tökülən qaba tökülür elə bil ki. Yəni, onlar ki, istishab qabına tökmüşdük, həml eləmişdik istishab üçün. Bunda istishab üçün həml edirik. Deməli, onda öncəki rivayətlər qərinə munfəsiləyə çevrilir ki, bu rivayətin mənasını həml ilə istishaba, yəqin qaydasına yox. 2. İnnə ta'lil fil hədis ta'lilun bi əmrin irtikazi və o mevcudun fil istishab dunə qaidətil yəqin. Deyir ki, İmam Əleyhisselam dedi ki, heç vaxt şəkkinlə yəqinini sındırma, görə Əli Əleyhisselam rivayətində gəlmişdi. Fə innə şəkkə la yanqudul yəqin. Çünki şək yəqini sındırmaz. Deyir, sanki İmam Əleyhisselam zehinləri hopmuş bir həqiqətdən danışır, həqiqəti xəbər verir. Nədir o həqiqət? Şəkkin yəqini sındırmağa güc satmaz. Hansı şək? O şək yəqindən sonra baş verir. Nəinki şəkki ilə yəqin eyni vaxtda olurlar. İnnə ta'lil fil hədis ta'lilun bi əmrin irtikazi. İmamın hədisindəki o hədis, İmam Əli Əleyhisselamın hədisindəki o təlil ki, illət ki var bəyan edilir, irtikaz zehinlərə hopmuş bir illətdir. Və huvə mevcudun fil istishab. İstishabda var, dunə qaidətil yəqin. Yəqin qaydasına yoxdur. Niyə görə? Li fi'liyyətil yəqin fil əvvəl dunəl axər. Çünki istishabda yəqin feilidir, ikincisində isə yox. Yəni istishabda yəqin feilidir. Amma nədir? Qaidətul yəqində yox, dunəl axər. Yəni şək sonradan yaranıb, o sonradan gələn yaranan şəkkinlə əvvəlki yəqinini sındırma. Bu istishabda keçərlidir. Amma yəqin qaydasında isə yox. Elhamdülillah Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.